Məktəbə getmək istəməmə bağçaya və ya ibtidai sinifə başlayan uşaqlarda müşahidə edilən bir haldır. Uşaqlar bu zaman özlərini xəstə kimi aparır, ağlama krizlərinə girə bilirlər. Bəzən də fiziki olaraq simptomlar göstərirlər. Bura ürək bulanma, qarın ağrısı və ya qusma aiddir. Əsasən bu, evdən ilk dəfə ayrılacaq kiçik yaşlı uşaqlarda baş verə bilir. Bu zaman uşaqlar valideynlərini bir daha görməyəcəklərini düşünür və onların başlarına hər hansısa pis bir şey gələcəyini fikirləşirlər. Bunun üçün də daima valideynlərinin yanlarında olmağını istəyirlər. Bu bir çox səbəbdən baş verə bilər. Məsələn, müəllimi və ya sinif yoldaşı ilə arasında problem yarandıqda, daimi mübahisə yaşadığı parta yoldaşı ilə ünsiyyət qurmağa məcbur buraxıldıqda və ya kütlə içərisində özünü narahat hiss etdikdə baş verir. Məktəb fobiyası olan uşaqlarda məktəbə aid mənfi düşüncələr olur. Bu fobiyanın aradan qaldırılması üçün uşağın ehtiyaclarına uyğun dəstək forması seçilməli, mənfi düşüncələr adlandırılmalı və dəyişdirilməlidir. Bu zaman uşağın şəxsi inkişafını təmin etmək mümkün olur.